Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. Venfa'na bima allamtana ve zidna ilmen. وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Değerli, mühterem kardeşler, aziz cemaat, alemlerin Rabbi olan Allah'a sonsuz hamdü senalar olsun. Onun sonuncu peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine, ehli beytine ve kıyamet gününe dek onlara güzel şekilde tabi olanlara Allah'ın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allah'a. Allah Teala bizleri elm məclisində cəm edib topladı. Həqiqətən də insanın elm öyrənməsi, ömrünü, həyatını, vaxtını elmə sərf etməsi Allah yanında ən mötəbər, ən savabı, faydası bol olan əməllərdən sayılır. Bu elmin məclisləri dünyadakı cənnət bağçalarıdır. Dünyadakı cənnət bağçalarıdır elm məclisləri. İnsanların bağışlanıb əfv olunduğu, Allah yanında məqam, mərtəbə dərəcələrinin ucaldığı, Allah Teala'nın iştirak edənlər ilə övünüb iftixar etdiyi məclislərdir elm məclisləri. Allah öz rəhmətin, əmin-amanlığın, sükunətin elm məclislərinə nazil edir. Allah Teala elm məclislərində oturub iştirak edən şəxslərin adların səma əhlinin yanında çəkir. Kim elm öyrənmək üçün gəlirsə, Allah Teala ona cənnətə gedən yolları asanlaşdırır. Elm öyrənmək üçün gələn şəxsin ayağının altına mələklər qanadların razılıq əlaməti olaraq sərirlər. Ona görə hər birimiz sevinib, fərəh hissi keçirməliyik ki, Allah Teala bizləri bu gün, bu saat harada cəm edib toplayıb. Değerli kardeşlerim, Allah Teala'nın müvəffəqiyyəti, onun yardımı və köməklici ilə böyük hədis alimi Hafiz Ən-Nəvavi rahiməhullahın İslamın əsaslarından və hökümlərin qaydalarından bəhs edən məşhur 40 hədis kitabını oxumağa davam edirik. Görkəmli alim Şeyx Abdülmuhsin Abbad Hafizahullahın ve Şeyh Salih İbn Fawzan el-Fawzan Hafizahullah'ın, Allah Teala onları korusun, şərhləri, izahları ilə. Keçən dərsimizdə biz Əbi Malik Harith ibn Asim el-Əş'ariyyi radiyallahu anhudan rivayet olunan hədisi oxuduq. Allah Resulü sallallahu aleyhi ve sellem bizlərə bu hədisdə söylədi ki, təmizlik imanın yarısıdır. Təmizlik imanın yarısıdır. Yəni insanın öz mənəviyyatını təmizləməsi, şirkdən, günahdan, asilikdən, küfürdən, bidətdən, həm də öz zahirini təmizləməsi. Nəcasətdən, kirdən, ləkədən, hər ikisi birlikdə imanın yarısıdır. Həm daxili təmizlik, həm xarici təmizlik. Elhamdülillah zikri tərəzini doldurur. Qiyamət günü bu kəlmə tərəzidə ən ağır gələn kəlmələrdən olacaqdır. Subhanallahi velhamdülillahi zikri səma ilə yerin arasını doldurur. Subhanallah o qədər əzəmətli, o qədər fəzilətli zikirdir ki, səma ilə yerin arasını doldurur bu zikir. Keçən dərsimizdə biz Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin Abdullah ibn Abbas'tan rivayet olunan hədisini öyrəndik. Günlərin bir günü Peygamber sallallahu aleyhi ve sellem sahabelerine sual verir. Hel tedrune kem beyne semai vel ard. Siz bilirsizmi sema ile yerin arası ne kadardır? Kale kulnallahu ve rasuluhu a'lem. Biz dedik ki Allah ve elçisi daha yaxşı bilir. Kale beynehuma mesiratu 500 senetin. Sema ile yerin arası 500 illik mesafedir. 500 illik mesafe. Yani 6 saatlik mesafe yok.
Bir günlük məsafə yox, bir həftəlik də məsafə yox. Heç bir aylıqda, bir illik də məsafə yox. Heç 10 illik, 20 illik, 100 illik də məsafə yox, qardaşlarım. 500 illik məsafə. Və beynə kulli səməin ilə səməin məsiratu 500 sənətin. Bir səmadan o biri səmaya qədər olan məsafə isə 500 illik məsafədir. Və kifəfu kullə səməin məsiratu 500 sənətin. Hər bir səmanın da qalınlığı 500 illik məsafədir. Bu rəqəmləri, bu ölçüləri nə insanın qəlbi dərk eləyə bilər, nə də ağlı idrak edilib başa düşə bilər. Ancaq möminə düşən Allah Subhanahu və Teala'nın bu ayələrin, Rasul sallallahu aleyhi və səlləmin bu hədislərin eşidib, iman gətirib təsdiq etməsidir. Dərk edib başa düşməsi ki, Allah Teala nə qədər əzəmətli, böyük məxluqlar yaratmışdır. Amma bir kəlmə var. Əgər insan onu səmimi qəlbdən söyləsə, mənasını başa düşərək söyləsə, həm dili, həm qəlbi müştərək bu kəlməni desə, az əvvəl saydığımız o məsafələr var ha. Fəzilət, savab, mükafatla dolub gedər. Subhanallahi velhamdülillahi zikre. Davam edirik hədisimizə. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Es-salatu nurun." Namaz bir nurdur. Namaz, istər fərz namazlar olsun, istər nafilə namazlar olsun. Həqiqətən də müsəlmanın üzündə bir nurdur. Baxsanız, namaz qılan insanlar, həm fərz, həm nafilə namaz, görün üzləri necə nurludur, işıqlıdır. Alimlər buyururlar ki, gecə namazı kimi müminin üzün nurlu edən ikinci bir namaz yoxdur. Hələn bu fərz namazı da deyil ha. Nafilə namazlardan sadəcə biridir. Gör indi digər nafilə namazların fəziləti nədir? Gör fərz namazların fəziləti nə qədər çoxdur. Müminin üzün nurlandırır. Başqa hədisdə gəlir ki, müminin üzün ən çox ağ edən şey onun çoxlu Qur'an-ı Kərim oxuması, kitabdan, mushafdan Qur'an-ı Kərim baxaraq oxuması, sədəqə verməsi, çoxlu namazlar qılması. Onun üzünü nurlandırır. Namaz qılmayan insanlar isə, baxsanız dəyərli qardaşlarım, üzləri qəm, qüssə, kədərlə doludur. Çünki qəlbdə boşluqlar var. Onun əsl qidasından o qəlb məhrum qalıb. Allah bizləri bundan qorusun. Ona görə də hər bir şəxsə vacibdir ki, namazların qoruyub saxlasın. Gecə, gündüz bu namazların üzərində işləsin. Çalışsın. Beləliklə onun üzü ağ olacaq, qəlbi rahat olacaq, daima üzü gülücük, şən və gözəl olacaqdır. Həzə şeyun əvdahu linnəsi izə təəmmələhu. Əgər insan düşünüb dərk eləsə, bu onun üçün ən aydın olan kəlmələrdən biridir şəriətdə. Namazın nur olması. Allah Subhanahu və Teala bu nuru səni həm üzündə bu dünyada edəcəkdir, həm qiyamət günü sırat körpüsünün üzərindən keçəndə edəcəkdir, önün nurlu olacaq və bu nur sənin üçün qəbirdə, o zülmət qaranlıqda olacaqdır. Xülasə dəyərli qardaşlarım, əbədi həyatda sən bu nurun, bu xeyri tapacaqsın. Alimlər buyururlar ki, qəbir zülmət qaranlıq bir yerdir. O qəbirin işığı sənin qılmış olduğun namazlardır. Sırat körpüsü qılıncdan kəskin, tükdən nazik, cəhənnəmin üzərindən çəkilmiş bir körpüdür. İnsanın o körpü üzərindən keçərkən ən çox ehtiyacı olan şey önünün, arxasının, sağının, solunun, üstünün, aşağısının nurlu olması. Namaz məhz o nurdur. Qiyamət günü insanlar aləmlərin Rəbbi olan Allah Subhanahu və Teala baxacaqlar, onların başında gəlir namaz qılanlar. Namaz qılan insan Allahı görə biləcək. Amma Allah qorusun, namaz qıla bilməyən isə,
bu nemətdən məhrum qalacaq. Bu namaz qılmayan insanlar başa düşsünlər ki, nə qədər əzəmətli nemətdən məhrum qalacaq. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, sizin hər biriniz qiyamət günü bədirlənmiş ayı gördüyü kimi öz Rəbbini görəcəkdir. Heç bir arada məşəqqət, çətinlik, izdiham yaşamadan. Kim Rəbbin görmək istəyirsə, sübh namazı ilə asr namazını qorusun. Vaxtına, sünnətlərinə, məsciddə qılmağa fikir versin. Məhz bu iki namazı qeyd edir. Bu da bu namazların fəzilətidir. Allah Teala Qiyamət surəsində buyurur, "Vucuhu yevme izin nazirah ila rabbiha nazirah." O gün bəzi üzlər parıldayacaq və Rəblərinə baxacaqlar. Sonra Allah Teala devam edir. "Və vucuhun yevme izin basirah." O gün neçə üzlər isə qaralacaq. Kimləri Allah Teala sayır? فَلَا صَدَّقَ وَلَا صَلَّى. O nə sədəqə verdi, nə də namaz qıldı. Allahı görə bilməyəcək. Ayələrin oxumağa davam etsəniz, orada tapacaqsınız. Kimlər ki, aləmlərin Rəbbi olan uca Allaha görə bilməyəcək. Əlbəttə, bunlar hədədir. Allah Teala insanlara çəkindirir ki, qorxsun, bu cür neymətdən məhrum qalacaq, fikirləşsin və namaza gəlsin. Allah Teala Qur'an-ı Kərimdə buyurur, İnnə salətə tənhə anil fəhşəi vəl munkar. Həqiqətən namaz insanı pis və yaramaz işlərdən çəkindirir. Yəni, sənin üzündə olan o qarantulu, qəlbində olan o sıxlığı, darlığı Allah Teala namazla təmizləyir. Baxın, əziz qardaşlarım, hər birimizin həyatında imtihan olur, sınavları olur. Hansı günümüz bizim fəal, aktiv, bol ruzulu, xeyirli keçir? Hər birimiz bunun cavabını bilir. İnsan yatan zaman şeytan onun boynunun arxasından 3 dənə düğün vurur. Əli ilə üstünə də vurur ki, düğünlər möhkəm olsun. Üstünə vuran zaman düğünlərin deyir ki, yuxun şirin olsun, yata bildiyindələr. İnsan gecə ayılanda, elə yerinin içində Allah'ı zikr edib, Allah'a dua eləsə, düğünlərin birincisi açılır. Yerin içində ayılan kimi bir la ilahe illallah, bir bismillah, bir Allahu Ekber, bir subhanallah desin, düğün açılır. Qalxıb dəstəmaz alsa, ikinci düğün açılır. O dəstəmazın ardıyca namaz qılsa, üçüncü düğün açılır. Sonra həmin şəxsin həmin günü bol ruzili, xeyirli, bərəkətli, sakit, rahat keçir. Gecə sənin qalxıb dəstəmaz alıb 2 rükət namaz qılmağın bütün günə bəs. Amma insan bunlara riayət eləməsə, hədisin arxasınıza gəlir. Yəni, aylanda zikr əvəzinə başqa şey danışsa, başqa söz söyləsə, dəstəmaz almasa, namaz qılmasa, o düğünlər orada da axı, həmin günü çox narahat, sıxıntılı acıla keçəcək. Sonra qiymətli cəmaət, sübh namazının azanı olur. Gəlirsən sübh namazının 2 rükət sünnətini qılırsan. Hansı ki, dünya və onun içərisində olan hər şeydən xeyirlidir. Dünya yarandığı gündən ta qiyamətə qədər. Heç kim bilmir dünya nə vaxt yarana belə deyilmi? Heç kim bilmir, Allahdan başqa heç kim bilmir. O dünya yarandığı gündən ta qiyamətə qədər sübh namazının qıldığın 2 rükət sünnəti hamısından xeyirlidir. Özə sübh namazının 2 rükət sünnəti Peyğəmbər s.ə.v-in ən tez qıldığı sünnətlərdəndir. O qədər səhabələr heyrətlənərmiş ki, görəsən Fatihədən sonra surə oxudu, tez qılarmış. Yəni, o sünnət səhə bütün günə bəs. Sonra iqamə gətirirsən, sübh namazının 2 rükət fərzini qılırsan, həmin gün necə olur? Rahat. Hələ o namazı gəlib məsciddə qılsan, həmin günün ləzzəti damağından getirir. O gün sənə kifayət edir. Peyğəmbər s.ə.v deyir ki, Allah Teala qudsi hədisdə deyir, ey mənim bəndəm, ey Adəm övladı, sən günün əvvəlində mənim üçün 4 rükət namaz qıl, mən günün axırına qədər səni qoruyub, saxlayayım. Bəzi alimlər deyir ki, bu 4 rükət namaz duha namazıdır. Hansı günə çıxanda 15 dəqiqə sonra qılınır. Bəzi alimlər isə deyir ki, bu sübh namazının 2 rükət sünnəti və sübh namazının 2 rükət fərzidir. Hansı olursa olsun, sən sübh namazını qılsan, sonra duhadan 4 rükət qılsan, bəsdir.
Həmin gün Allah Teala səni qoruyub, saxlayır. Allah Teala buyurur ki, وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ Namaz qılmaq və səbir etməklə Allahdan köməklik istəyin. وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ Bu əməl elələri var, onlara ağır gəlir. Yalnız Allahdan qorxanlardan başqa. Həqiqətən elə adamlar var ki, dəyərli qardaşlarım, namaz qılmaq o ağır gəlir. Səbirli olmaq o ağır gəlir. Əli qaldırıb dua eləmək ağır gəlir. Bir tayfa var ki, onlara yüngül gəlir. O da kimlərdir? Xuşulu, təqvalı olanlar. Sonra Peyğəmbər s.ə.v deyir ki, وَالصَّدَقَةُ بُرْهَانٌ Sədəqə vermək bir dəlildir. Namaz bir nurdur, sədəqə vermək bir dəlildir. Nəyə dəlildir, dəyərli qardaşlarım? Yəni, insanın imanının doğru, düzgün, güclü, qüvvəli olmasına. Nədir sədəqə? İxracul məli fi ta'atilləhi. Sədəqə, Allaha ibadət, itayət etmək üçün malından çıxartmaqdır. Sədəqənin tərifi budur. Allaha ibadət və itayət etmək üçün malından çıxardıb verməyindir. Bu malı verməyin sənin imanının səhhətinə dəlildir. Ona görə ki, dəyərli qardaşlarım, insanın fitrətində mal sevgisi var. Dünya sevgisi var. Qəlbində o var. Bunu qəlbdə zəiflətməyin bir yolu var. O da sizcə nədir? O malın sədəqəsinin zəkatını vermək. Hər dəfə insan əlindəki malın, mülkün, zəkatın, sədəqəsini verəndə qəlbində o dünyaya bağlılıq azalmağa, zəifləməyə, tədricən yox olmağa başlayır. Ona görə çox zəkat, sədəqə verən insanlara baxın, inan maraqlıdır. Mən verirəm, o səmə Allah verir. Mən verirəm, o səmə Allah verir. Mən verirəm, o səmə Allah verir. Bu insan üçün sədəqə vermək, zəkat vermək, yəni sənin zikr eləməyindən daha rahat, asan gəlir. Çünki o bunun üzərində işləyib. Vaxtı ikən, əziyyət çəkə-çəkə verib, bir-bir, iki, indi o Allah Teala rahatlaşdırır. Fəl-məlu muhibbun ilən-nəfsi. Mal nəfsə sevimlidir. وَالنَّاسُ شَحِيحَةٌ İnsanın nəfsində isə paxıllıq var. Verməməzliyi var. فَإِذَا قَدَّمَهُ الْإِنسَانُ فِي طَاعَةِ اللّٰهِ فَهَذَا بُرْهَانٌ عَلَى إِيمَانِهِ Elə ki, insan o malı Allah'a ibadətdə və itayətdə verir, bu onun imanının güclü olmağına açıq aydın dəlildir. حَيْثُ رَخَّصَ عِنْدَ الْمَالِ فِي طَاعَةِ اللّٰهِ Əzzə və Cəllə. Belə ki, o malı Allaha ibadət və itayətdə seçdi. Əmməl münafiq fəhuvə lə yətəsaddaq. Amma münafiq insan sədəqə verə bilmir. Bəl yəqbidu yədəyhi anis sadaqa. Əksinə, əlin sədəqə verməkdən saxlayır. Qalallahu Teala və lə yunfiqunə illə və hum kərihun. Onlar malı bəyənməyə, xoşlamaya verirlər. Allahu Ekber. Münafiqlərin sifətlərindəndir. Allah bizi qorusun. Nədir münafiqlərin sifətləri? Allah Subhanahu taala Quran-Kərimdə buyurur. Allahı az zikr edirlər, namaza tənbəl dururlar, ağrıya dururlar. Bir də sədəqəni canı çıxa verir. Elə bil ki, canın əlindən alırsan. Allah qorusun, bu yaxşı əməl deyil. Fəs-sədəqatu burhanun aləl-imani Sədəqə vermək insan imanına dəlildir. Və qillətus sadaqati əv ədəmuhə dəlilun aləl-nifaqi. İnsanın az sədəqə verməsi, yaxud da ümumiyyətlə verməməsi yeridir bile. Bu nifaqa dəlildir. Kəmə vəsəfəhullahu subhanahu və teala el-münafiqinə bizəlik. Necə ki, Allah Teala münafiqləri bununla vəsf etdi. Qardaşlarım, sədəqə, yəni Allah razı olsun, elm əhlindən saatlarla danışırlar, yenə də bitmir. Rəbbin qəzəbin sədəqə kimi söndürən ikinci bir əməl yoxdur. Sədəqə, əs-sadəqatu hansı sözlə götürülür, kim deyər? Sadəqa, sıdıq sözündən. Nə deməkdir sıdıq sözü? Yəni doğruluq. Subhanallah. Malı vermək hara, doğruluq hara. Bu nə əlaqəsi var? Əs-sadəqatu sözü, ərəb dilinə sadəqa sözündən götürülür. Yəni doğru sözündən, doğruluq sözündən. Yox,
Mal 1 manat, 2 manat verirəm. Bununla doğru nə əlaqəsi? Yəni insanın o 1 manat, 2 manat verməsi onun imanının doğruluğunu göstərir. İmanının doğruluğunu göstərir. Verdiğin şeyin nə qədəri önəmlidir. Əsas sənin niyyətin Allah üçün onu verməyindir. Baxın, Peyğəmbər s.ə.v Təbuka səfərdə o ağır qoşunu kim hazırlayar, kim ona köməklik eləyər? Səhabələr nəyi var gətirir? Həzrət Ömər malının yarısını gətirir. Həzrət Əbu Bəkir malının hamısını gətirir. Kimin nəyə güc çatır gətirir. Hətta elə səhabələr olub, kasıb, gedib evdə bir dənə xurma olub, onu gətirib verib ona. Bilirsiniz dəyərli qardaşlarım, o bir xurma verənlərə kimlər görürmüş? Müşriklər? Yox. Kafirlər? Yox. Münafiqlər. Ay sən o bir xurma ilə nə olacaq? Çünki onlar maddi cəhətdən baxırlar. Yəni bir xurma hala qoşunu yedizdirmə, bir xurma qoşuna bəs olanmaz axı. Ay sən bir xurma ilə nə olacaq? Apar bu evə, o sözün acından ölərsən. Eşitirik bu sözləri, deyir mi qardaşlarım? Gündəlik həyatımızda var, özün acından, sən özə pay düşür, sədəqə düşür. Sən sədəqə verirsən. Bax bu insanın imanının zəifliyindən ortaya çıxır qardaşlar. Halbuki o ən kasıb səhabələr evində bir xurması, hətta deyir ki, eləsi deyir, xurmanın parasını kəssin, gətirdi, qoydu orduya, çünki fəzilət var axı, Peyğəmbər s.ə.v deyir ki, ona cənnət var, kim bu orduya köməklik edəsə. Ona görə, əziz qardaşlarım, verdiğin şeyin miqdarı önəmlidir. Bugün 50 köpəyə gücün satır, ver geçsin. Bugün 20 köpəyə gücün satır, ver geçsin. Hədis var, deyir, 1 dinar 100 min dinarı keçdi. Sahabələr deyir, ya Rasulallah, nə tər ola bilər 1 dinar 100 min dinarı keçsin. Deyir, bir kişinin milyonlarla, milyardlarla dinarı var idi, onun 100 mini sədəqə verdi. Yəni, milyardın qabağında 100 min nədir ki, heç nə. Ancaq bir kişinin 2 dinarı var idi, onun bir dənəsi sədəqə verdi. Ona görə o, baxın, miqdar az, amma təqva çoxdur deyə, mükafat daha böyükdür. Hər gün yer üzərinə 2 dənə mələk inir. Biri deyir ki, Allahım, sənin üçün verenə sən də ver. O biri deyir ki, Allahım, kim ki sənin üçün vermirsən dua vermə. İndi özün seç. Duanın hansısa o. Sabah-sabah qardaşlarım, işə gəlirik, meclisə gəlirik, aydındır. Başqa işin dalıcan gedirik. Yolda işləyən ağbirçək, ağsaqqal, fəhlələr var, işçilər var, xalalar var, nənələr var. Ver 1 manat, 50 köpüyü, nəyə gün satır? İnan bir ürəkdən dua edirlər. Heç ibadət əhli o cür ürəklə dua eləmir. O ki, görür, sən maşını saxladın, 1 manatı verdin, Allah, Allah, nətər dua edirlər. Peyğəmbər s.ə.v deyir, bax, elə adamın duası ilə Allah arasında pərdə yoxdur, dərhal qəbul olur. Dərhal qəbul olur. Və digər yollar, yəni ki, Allah razı olsun, paylaşdır qruplarda, kəsiblərə köməklik, xəssə, yardım, həmsə elm məclislərə dəstək, nəyə gücün satır? Ver. Sədəqə haqqında çoxdur, dəyərli qardaşlar, ayələr. İnsanın şəxsiyyətini Allah Teala Quran-Kərimdə buyurur ki, onu şəxsiyyət sahibi edir. Güclü şəxsiyyət sahibi olur. Bəzən çalışırıq, necə edeyim ki, mən güclü şəxsiyyət sahibi olum, mötəbər bir insan olum, o sədəqədən keçir. Sədəqə verən insan qorxmur. Sədəqə verən insan vəsvəsəli olmur. Hətta deyirlər ki, vəsvəsəni sağaltmaqda sədəqə dəyərmandır. Adətən biz vəsvəsəni sağaltmaqda nəyə bilmirik? Dəst namaz almaq, azan oxumaq, Quran oxumaq, zikr eləmək, hamısı düzdür, var. Amma bir sədəqə də var ki, o da insanı demək vəsvəsədən, şeytandan uzaqlaşdırır. Sonra Peyğəmbər s.ə.v buyurur ki, Əs-sabru diyəun, bunu da oxuyaq inşallah, səbir bir nurdur. Dəyərli qardaşlarım, səbir insanın nəfsini Allaha ibadətdə və itaətdə həbs edib tutmasıdır. Əs-sabru habsun nəfsi alə ta'atilləhi. Səbir insanın nəfsini Allaha ibadətdə və itaətdə tutub saxlamaz. Səbrin 3 növü var. Əs-sabru alə ta'atillə, Allaha ibadətdə və itaətdə səbirli olmaq. Əs-sabru an məharimillə, haramlara və günahlara düşməməkdə səbirli olmaq. Əs-sabru alə əqdərilləhil mu'limə, Allahın ağırlı, acılı qədərinə səbirli olmaq. Allaha ibadətdə və itaətdə səbirli olmaq. Yəni, hər bir şəxs
o ibadətin məşəqqətinə dözsün. O ibadətin ağırlığına dözsün. Əziz qardaşlarım, ibadətləri, halalları yerinə yetirmək, haramları, asirləri yerinə yetirməkdən daha çətindir. Nəfsə ağır gəlir. İbadətləri, Ramazan orucu. Ramazan orucunun adlarından da biri səbir ayıdır. Sən səbirli olmasan, orucu tutanmarsan, gecə namaza qalxır insan, meçidə gəlir, oturur məğribi qılır, işanı gözləyir. Hamı səbir tələb edir, dəyərli qardaşlarım. Yəni, bezgən adam olsa, imanı zəif adam olsa, qoyub çıxıb gedər, məğribi qılır, işanı gedib evdə qılaram. Hamı səbir tələb edir. Allah subhanahu teala buyurur ki, فَعْبُدُهُ وَاسْتَبِرِ لِعِبَادَتِهِ Allaha ibadət et, Allaha ibadət etməkdə də səbirli ol. Allah subhanahu teala buyurur ki, وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاسْتَبِرْ عَلَيْهَا Ailənə namaz qılmağa əmr et, özün də onu səbirlə yerinə yetir. İbadətlərdə səbirli olmaq. Və əziz qardaşlarım, Peyğəmbər s.ə.v buyurur ki, cənnətin çəpərləri nəfsə ağır gələn şeylərdir. Cəhənnəmin çəpərləri isə nəfsə rahat və xoş gələn şeylərdir. Yəni, cəhənnəmə gedən yol asan və rahatdır. Cənnətə gedən yol isə ağır və məşəqqətlidir. Biraz güc istəyir. Biraz yuxudan vermək istəyir. Biraz maldan xərclamaq istəyir. Biraz bu yanığı yerə qoyub, elm öyrənmək, namazı gözləmək, Quran oxumaq istəyir, qardaşlar. Allah subhanahu teala cənnəti yaradandan sonra Cəbrail aleyhisselamı göndərir. Gedir, baxır, deyir, nə gördün? Deyir, ya Rabbi, elə bir yer gördüm ki, heç vaxt mən belə bir şey görməmişəm. Ey Cəbrail, ged ora bax ki, o cənnətin çəpərləri nələrdir? Gedir, baxır, gəlir, deyir, nəfsə ağır gələn şeylər, ya Rabbi. Nə ki, nəfsə ağır gəlir, o cənnətin çəpəridir. Qəzəblənəndə qəzəbli olmaq, aydındır. Sənə pislik eləyəni yaxşılıq eləmək. Yaxşılığı hamı, yaxşılıq eləyəni hamı yaxşı, o hamı bacarır. Hamı, hər kişinin işidir. Yaxşılığa yaxşılıq hər kişinin işidir. Yamanlığa yaxşılıq isə ər kişinin işidir. Necə ki, Uzaq Allah buyurur, sən pisliyə yaxşılığa cavab ver. Onda görəsən ki, o adam geçdi, sən ən yaxın, sevimli dostlarından biri olur. Gəlib səndən halallıq istəyir. Sən kül atana gül at. Kül atana gül at. Cəhənnəmə gedir, baxır, gəlir, deyir, belə bir yer, bu cür şiddətli bir yer yoxdur. Deyir, ey Cəbrail, nədir o cəhənnəmin çəpəri? Deyir, nəfsə xoş gələn şeylər. Nəfs tənbəlliyi sevir, nəfs paxıllığı sevir, nəfs zülm eləməyi sevir, nəfs qeybəti sevir. Hətta insanlar qeybət olmasa maraq olmaz edir. Allahu Akbar. Yalan danışmağı sevir, nəfs çox yatmağı sevir, çox yeməyi sevir. Aydındır. Ona görə Peyğəmbər s.ə.v deyərmiş ki, Allahım məni nəfsimlə bir göz qırpımı olsa belə baş-başa buraxma. Baş-başa buraxma. Nəfs ağırdır. Və nəfsin tərbiyə edən insan Allahın iznindən artıq qurtulub xilas oldu. Dəyərli qardaşlarım, burada göz dayanağın Allahın izni ilə sonra inşallah davam eləyərik səbirdən Allahın müvəffəqiyyətini oxumağa, ta ki çox olmasın. Allah subhanahu teala bizləri eşidib başa düşüb faydalanan, ən gözəlinə tabi olan qullarından etsin. Allah subhanahu ve teala bizləri namazları qılan, həm fərzlərin, həm sünnətlərin qılan bəndələrindən etsin. Allah subhanahu teala bizi namazları vaxtında qılan bəndələrindən etsin. Allah subhanahu teala bizi namazların həmişə qılan bəndələrindən etsin. Allah subhanahu teala bizi namazların Peyğəmbər s.ə.v-in qıldığı kimi qılanlardan etsin. Allah subhanahu teala bizi namazları məscidlərdə qılanlardan etsin. Allah subhanahu teala bizi sədəqə əhlindən etsin. Sədəqə verənlərdən etsin. Cənnətin 8 qapısı var. Birinin adı nədir? Rayyan. Oradan kim girəcək? Oruç tutanlar. O biri qapıların adı birisi nədir? Namaz qapısı. Cihad qapısı. Sədəqə qapısı. Sədəqə hətta cənnətin qapılarından biridir. Ey Əbu Bəkir deyir, mən Allaha dua edirəm ki, sən o 8 qapının hamısından girəsən. Və biz də Allaha dua edək ki, Allah subhanahu teala biz o 8 qapının hamısından cənnətə qoysun. Allah teala hər birinizi xeyirlərlə mükafatlandırsın. Uca Allah bizləri eşidib, başa düşür, faydalanan və ən gözəlinə tabi olan
kullarından etsin. Ve sallallahu ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ve selleme teslimen kethira ila yevmiddin.